Salam, bugünkü mövzumuz conditionals, yəni şərt budaq cümlələridir. If ilə işlənən şərt budaq cümlələrinə biz nəzər yetirəcəyik. If dilimizə əgər və ya sasə şəkilçilər vasitəsilə tərcümə edilir. Biz diqqət edək ki, if olan hissə budaq cümlə adlanır, digər hissə isə baş cümlə adlanır. Nümunələrdə düzdür, if birinci hissədə gəlib, yəni budaq cümlələr birinci hissədə gəlib. Ancaq tutalım bizə bir cümlə verilib, if ortada gəlib. Misal üçün, ikinci cümlədə if ortada gəlib. Burada da if yoxdur. O zaman if olan hissə olacaq budaq cümlə, digər hissə isə baş cümlə. Gəlin zero conditionala biz nəzər salaq. Zero conditional real faktları, təbiət hadisələrini, elmi faktları özündə əks etdirən cümlə növüdür. Və hər iki tərəf, həm budaq, həm də baş cümlə present simple, yəni indiki sadə zamanda işlənilir. Misal olaraq, if you stand in the rain, əgər sən yağışda dayansan, you get wet, sən ıslanarsan. Digər cümlə, if you hit ice, əgər sən buzu isitsən, it melts, o əriyər. Gördüyümüz kimi bu cümlələr real faktları özündə əks etdirir. Digər cümlə növü isə, şərt budaq cümlə növü first conditionaldır. First conditional gələcəklə bağlı mümkün situasiyaları, mümkün hadisələri özündə əks etdirən cümlə növüdür. Və deməli, burada budaq cümlə present simple indiki sadə zamanda, digər baş cümlə isə gələcək zamanda işlənir. If it rains, əgər yağış yağsa, we will cancel the trip. Biz səyahətimizi təxirə salacağıq. If you study, əgər sən oxusan, you will pass the exam. Sən imtahandan keçəcəksən. Gördüyümüz kimi hər iki cümlə gələcəklə bağlı real faktları özündə əks etdirir. Həm zero conditional, həm də first conditional real faktları özündə əks etdirən cümlə növləridir. Və keçirik üçüncü, deməli, şərt budaq cümləsinin növünə, second conditionala. Second conditional qeyri-real, yəni real olmayan hadisələri göstərir, hansı ki, indi hal-hazırda və yaxud da gələcəklə bağlı işlənən cümlələrdir və bunlar qeyri-real cümlələrdir. Deməli, if olan hissə past simple-da, yəni keçmiş sadə zamanda, digər isə would plus verb formasında işlənir. If I won the lottery, I would travel a lot. Əgər mən loteriyanı utsaydım, çoxlu səyahət edərdim. If they sold their house, they would be rich. Əgər onlar evlərini satsaydılar, onlar zəngin, varlı olardılar. Yəni gördüyümüz kimi hər iki cümlə qeyri-real faktları özündə əks etdirir. Sonuncu cümlə növümüz şərt budaq cümləsində third conditionaldır. Third conditional isə ümumiyyətlə baş verə bilməyəcək hadisələri, baş verməyən hadisələri göstərir, qeyri-real faktları. Və bu hadisələr artıq keçmişlə bağlı, belə deyək də, həm arzu, həm xəyal olaraq özünü göstərir. Misal olaraq da biz nümunələrə diqqət yetirsək, if you had studied, deməli, if olan hissə işlənəcək past perfect-də, yəni keçmiş bitmiş zamanda, if you had studied. Digər hissə isə would have plus past participle formasında. You would have passed the exam. Əgər sən oxusaydın, sən imtahanı keçmiş olardın. İkinci cümlədə isə if I hadn't been sick, I would have gone to your party. Əgər mən xəstə olmasaydım, mən şənliyə getmiş olardım. Gördüyümüz kimi keçmişlə bağlı bir arzu, bir xəyal, istək göstərən cümlələrdir ki, bunlar baş verməyən hadisələrdə özünü göstərir.